Ofelia xanım, normal fikirlərdirmi sizə görə Səmranın fikirləri? İsa, mən hər kəsin fikrinə hörmətdən yanaşıram. Yəni, hər kəs mənim kimi olmaq məcburiyyətində deyil. Hərənin öz fikri var, öz baxış açısı var. Həyata hərə bir cür baxır. Yəni, Səmra belə seçib həyatı. O istəyir ki, mən belə rahatam. Bu sizə görə normaldır ya yox? Mənim üçün yox. Amma yenə də deyil. hörmətlə yanaşıram. Səmra çox gözəl xanımdır. Çox maşallah, yaraşır səhnəyə. Maşallah olsun, çox incə və zərif xanımdır. Amma yəni mənim öz fikrimcə, yəni öz subyektiv fikrimcə mənim üçün yox. Mən məsəl üçün... Sizcə bir qadın, bax sizin fikriniz mənə maraqlıdır, Səmradan da soruşacağım. Sosial şəbəkədə çıxır, deyir ki, mən ailə qurmaq istəyirəm və öz kriteriyalarım var ki, kişi bu cür olmalıdır. Bəndlər sıralır ki, kişi necə olmalıdır? Mən demişəm ki, ərə getmək üçün kasting elan edirəm. 25 yaşa qədər subay olsun, boşanmamış olsun, uşağı olmasın. Başa düşmədim, kişilər çıxıb deyəndə ki, biz boşanmış gəlini almırıq. Mən ne deməyim ki? Yox, seçimidir, normaldır. Mən 33 yaşım var, mənim taylarım əksər kişilər özlərinə baxım etmir. Siz özünüzdən balaca deyirsiniz olsun? Bəli, səbəbini mən aydınlaşdıracağım. 33 yaşım var. Deyək ki, mənim yaşadığımda kişilərin əksəriyyəti özlərinə baxmır. Çoxusu qarın buraxır, kişilərin çoxusu, 90% bizdə kişilərin çoxusu qarınlıdır. Yox, elə deməyim. Çoxusu özünə baxmır. Kişilərimiz belə təkir elmək olmaz. Yox, təkirləri mən 90%-dən danışıram. Təkir deyil, tənqid ayrıdır, təkir ayrıdır. Mənim 41 yaşım olacaq. 41 yaşım var. Kim mənə deyər ki... Yəni, mən əlbəttə ki, özüm uşaq qalmışamsa, mən uşaq düşüncələrində yaşayım. Demişəm, 25 yaşa qədər istəyirəm. 25 yaşında... Onda özü kimi fikirlərdə olan bir bəyisiyir, başa düşdüm. 25 yaşında oğlunuza neçə yaşın var? 33. 33 yaşında gəlin alarsınızmı? Əsla. Buna razı olarsınızmı valideyn kimi? Əsla olmaram. Gəlib desə... Bir yaş hardası olar. Gəlib desə ki, 25 yaşın var, 33 yaşında... O onu deyə də bilməz. Desə nə olar? Deyə də bilməz onu. Niyə oğlunuz sizin qolunuzdur? Əsla, yox, əsla. Elə şey olar, mən durum oğluma özündən yox. Niyə bəsə bizim zəmanədə kişilər özündən 10 yaş balaca qızlarla... Nə qədər kişi kişi qadından böyük olarsa, o yanlış düşüncədir. Bax, yəni bu mənim fikrimdir, ürəyim. Yəni olğun olur. Yəni kişi həyatda yetişmiş bir insandır. Və qəbullanmış bir stereotiplər var da. Gəlin bunu deyək ki, kişi... Niyə Alla Pugaçova ilə Maksim Galkin çox gözəl evliliklər var? Yox, istisnalar var. Madonna ilə onun gənc sevgilisi. O şoudur, o başqa bir şeydir. Hiçbir şou deyil, 3 dənə uşaqlar var. Yəni o artıq ailə deyil, düşünürsünüz. Təbii ki, elədir. Biz Azərbaycanda... əksəriyyətindədir. Sən şou üçün biz Azərbaycanda yaşayırıq, ay İsa. Biz Azərbaycan mentalitetləri var. Siz də qurban olum. Yəni... Yox, mən bu fikirdən, yəni, yenə də hörmətdən yanaşıram Səmra, mən çox istəyirəm. Mentalitet nə deməkdir? Qadının sadəcə kişilərə qul olması deməkdir, mentalitet. Mən bunu anlamıram. Yox. Mən bizim mentalitetdə, mən sizin düşüncələrinizi də görürəm. Deyirsiniz ki, qadın kişinin corabını da yumalıdır. Əslində, qadınla kişi bərabər olmalıdır. Mən bir qadın olaraq kişi mənim corab yumaq niyyəti ilə yaxınlaşırsa, mən ora qul olmaq üçün getmirəm. O sizin öz fikrinizdir. Elə bir kişi yoxdur ki, Azərbaycanda ki, desin ki, mənim arvadım yox, əsla belə deyilsiniz. Siz yaxşı qulaq asmamışsınız. Mən sadəcə deməyim odur ki, bizdə bərabərlik olmalıdır. Qadın-kişi bərabərlik, kişi qadından bir tık üstün ola bilər, sadəcə qadına sahib olmaq üçün. Amma yeri gələndə qadın emosional varlıqdır. Qadın hər ay istər-istəmək hormonal problemlərdən xəstəliklər keçirir. Mən bunu tam aydın şəkildə demirəm. Və qadın emosional varlıq olduğuna görə... Hər birimiz emosionalıq, hər birimiz... Qadını kişiyə görə, qadını məsələn dəfn yerinə aparmırlar. Kişini aparırlar. Çünki qadın dəli ola bilər, qadın süddən kəsilə bilər, əgər süd verən anadırsa, qadın psixoloji problem yaşaya bilər, qadın çılğına dönə bilər. Bu istisnalardır. Qadın hormonal problemlərində qadın kişidən daha çox, belə deyək də, xəstəliklər keçirir. Və ona görə də mən belə düşünürəm ki... Sözünü kəsirəm, çox üzr istəyirəm. Bu, indi qarşıdan qış ayları gələcək də, havalar soyuyacaq. O qış aylarında mən bir dənə kişini qısa qol, qarnı açıq, şortik, ayaq yalın görmürəm. Məsələ budur, hormonal problemlərdən yaranır. Amma cavan qızlar ki var, sənin görünüşdə olan arıq, yəni çox zəif və zərif qızlar var ki, topik, qarın çöldə, göbək çöldə, ayaqlar qısa ətəkdə
Mən baxıram, mən ayağımın üzündən kutka gödəkçə geyinmişəm, soyuqda donuram, qıza baxıram, yəni deyirəm, Allah. Bəli, bunun məsələ odur ki, altında Bütün hormonal qadınlar problemlər hormonal- yatır. Baxın, belə deyəm, mən tiroid xəstəliyi keçirəndə mən qışın ortasında bütün evin pəncərələri açırdım. Teyxa at geyiminin, atletdə dururdum, mayka deyirlər ona. Yəni, qadın hormonal problemlər yaşayır tezdir. Niyə qadın süd vəzi xərçəngi var, qadın xərçəng xəstəliklər daha çox kişilərdən. Başa düşürsən, nə demək istəyirəm? Qadın emosional varlıq olduğuna görə. Heç bir əlaqəsi yoxdur. yoxdur. Əlaqəsi var. Qadın istər-istəməz istəyir ki, Səmra. emosional keçirdiyinə görə. Gülürdü, gülür sənə Ofeliya xanım. Mənə gülmür. Mən ola bilər fikirlərimə gülür. Sən burada ara qatlığa səni. Heç yəni aidiyyəti yoxdur. Doğrudan aidiyyəti. Nəyin aidiyyəti yoxdur? O hormondan hamısı. Niyə biz qadınlar, niyə həmişə qadınların geyimi müzakirə olunur? Niyə məndə deyir yoxdur? Niyə məndə yoxdur? Hər kəsin açış bu dünyaya baxış açısı var və qadın mən əgər istəyirəmsə, mən göbək açıq geyinirəmsə, bunu niyə müzakirə edilməlidir ki? Niyə qadınlar hər zaman müzakirə obyektinə çevrilir, səbəb? Sizə bir söz deyim, İsa, bir zamanlar, qısa bildirəcəm, bir zamanlar mən bir kasıb bir ailənin bir qızı idim. Çox kasıb bir ailənin. Yəni, yemək olanda yirdim, olmayanda yeməyən. Keçən dəfə sizdə danışdım bunun haqqında, bunun öz haqqında. Amma Allah məni, amma bugünkü gündə mən Azərbaycanın sevilən, tanınmış bir siması oldum. Bilirsiniz niyə? Niyə? Allah mənə hər bir şey verdi. Allah mənə 2 ağıllı, tərbiyəli evlad verdi. Məni çox sevən, hörmət qoyan bir həyat yoldaşı nəsiblədi. Bilirsiniz niyə? Çünki Allah dedi ki, mən həyat yoldaşımı başıma tac elədim. Tacdan da hündür saxladım. Onun hörmətini, onun sayğısını, onun qarşısında baş əydim. Allah mənə o mükafatı yetirdi bugünkü gündə. Ofeliya, heç nədən mən sevildim. Seçildim və tanınmış cəmaat milyonlar qoyur. Sevilmək üçün, tanınmaq üçün. Mən o milyonlarım yox idi qoyam. Amma bugünkü gündə mən sevildim və seçildim. Allah mənə bu mükafatı verdi. Dedi, sən həyat yoldaşına qiymət qoydun, başına tac elədin, mən də sənə bunu mükafat verəcəm. Mən ona görə xoşbəxt qadınam. İnanın ki, yox, mən bitirim fikirlərimi, mən ona görə xoşbəxt qadıram. Mən bir daha deyirəm, bax, bu sözü ürəkdən deyirəm. Kim necə istəyir qəbul eləsin, kim istəyir necə, o hər bir öz fikri var. Ərinə itayət, Allaha ibadət deməkdir. Məsələn, bu Ofeliyanın fikri. Ərinə itayət, Mən onu deyə bilərəm ki, mən də bir gənc xanım olaraq, heç bir kişi qarşısında baş əyməyərək, bugün Azərbaycan sahəsində modellik sənətini ucaltmışamsa bu çıplaqlığı ilə, bu da mənim uğurumdur. Çıplaqlıqla modelliyi ucaltmışamsa, bu da mənim uğurum deyil. Modelliyin çıplaqlığı ilə. Modelliyi çıplaqlığı ilə. Ağdamdan bir, Səmra elə yerlin zəng eləyir. Ağdamdan zəngimiz var. Hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir. Necəsiz? Sağ ol, başla dönüm, sağ ol. Allah can sağlığı versin sizə. Təşəkkür edirəm, var olun, minnətdaram. Gör mənim o ana balam, ana balam, Ofeliya. Eşidirsiniz Ofeliya xanım. Buyurun Ofeliya xanım. Ana balam mənim, can ciyarım, Can, sizə qurban olarım. O sənin o xarakterini, xasiyyətini dönə. Can, əllərinizdən öpürəm. Mən təşəkkür edirəm. Əgər heylə olmasa, heç vaxtı ailə normal olmaz. Əllərinizdən öpürəm. Allah eləməsin. Ana balamsan. Canım sağ ol. Heylə şeyləri heç vaxt o kim nə deyir desin. Kim nə deyir desin. O heylə şeylər yaxşıdır. Əgər mən heylə olmasam, sənin o elədiyin hərəkətlər kimi, dediyin sözlər kimi mən 50 illik yubileyi keçirtməzdim. Evliliyimizin 50 illiyi. Ay maşallah. Sizə qurban olaram. 4 dənə uşağım var, 3 qızım, 1 oğlum. Allah qorusun. 12 dənə də nəvəm var. Ay maşallah, ay maşallah. Qızlarımı da səninki kimi, mən də sən anan öyrətdiyi kimi, mən də elə öyrətmişəm ki, bu dəqiqə hamısı başına and içir. Biri Ağdamda elə medistra işləyir, tibb bacısı. Maşallah. İkisi də müəllimədir, Bakıda olur. Oğlum da mühafizədədir. Nə gözəl, nə gözəl. Əllərinizdən Təşəkkür edirik. Bax belə,
Ər baş tacıdır, namusun qeyrətindir, balaların Canımsın. asasıdır, nəslin Can. kökün qohumun əqrabandır. Çox doğru deyirsiniz. Çox doğru. Hamısı sağ bir arzu söyləyirsə, ged o köşkdə dur, birazdan sonra arzılığı yatacaq. Çox doğru deyirsiniz. Həqiqətən elə deyirsə, vallah düz deyir. Ana balamsan mənim, Canımsız. ana balam. Təşəkkür edirik zənginiz üçün. Var olun, Mən minnətdaram. də sizin əllərinizdən öpürəm. Baş üstə, canımsız. Ürəyim açılsın. Baş Var üstə. olun. Səni televizorda çox izləyirəm. Canımsız. Görəndə deyirəm kəsil ondan danışaydım. Çox sağ olun zənginiz üçün. Qada Təşəkkür edirəm. görməyəsiniz. Çox sağ olun, var olun. Öz bildiyin kimi. Heç kəsin sözünə baxma. Çox sağ olun. İsa, Təşəkkür bilirsiniz, edirəm. xanım düz deyir. Yəni, bir yoldaşın, ərin deyirlər ki, yox, mən üzr istəməyəcəm. Mən gündə 10 dəfə üzr istəyirəm yoldaşımdan. Ay, qurban olaram, birdən. Bilirsiniz niyə? Mən həmişə deyirəm, bəzi xanımlar, işdə müdürünüzdən 10 dəfə üzr istəyirsiniz. Ay, müdür, bağışda qurban olaram, sizin başınıza dönərəm, Rəhnə tərk gülür. Xanıma bax, canım sizi. Həmfikirdir. Deyir ki, ay müdür, qurban, bağışlayın, mən bunu səhv yazmışam. Hə, nə olar, onun ərlərinizə deyəndə nə olur ki? Vallahi mənim sözümü pis qəbul eləyənlər də var, amma yaxşı qəbul eləyənlər də. Səmradan soruşmaq istəyirəm. Səmra, eşitdin tamaşaçını, deyir ki, ərin sənin anan, atan, nəslin əqrabandır. Həyatda ən çox mənim bir cümlə xoşuma gəlir ki, insan heç vaxt özündən böyük əminliklə danışmasın. Ər, Allah razı olsun, ailə varsa min şükür, amma ər də yad oğuldur, gəlin də yad gəlindir. Bugün mən buna ərimə itayət kimi baxaramsa, səhər o ailə dağıla bilər. Bugün mən yoldaşıma itayət kimi baxaramsa, səhər də o ailə dağıla bilər. Hər şey yerində. Çünki itayət ancaq Allaha məxsusluqdur. Yoldaşa itayətlik də Allaha məxsusluqdur. Bugün mən ərimə hörmət edə bilərəm. Uşaqlarımın atası olaraq hörmət edə bilərəm, ailəni qoruya bilmək üçün hörmət edə bilərəm. Amma yoldaşım bugün mənə evə gec gəlirsə, bugün mənə get qapıdan tez mənə çay süz gətir deyirsə, bugün o mənə kömək etmirsə, bugün bir dəfə o mənə də çay süzmürsə, mən o ailəni ailə görmürəm, o ailecikdir. Aileciklə ailəni bir etmək lazım deyil. Çox üzr istəyirəm, yəni evdəsən, ailə qurmusan, məsələn. Yoldaşın evə gəlibsə, sən ona çay verməli deyil? Bax, İsa, əgər verməli deyilsənmi? Yox, mən verməli deyiləm. O məndən xahiş edərsə, mən edə bilərəm. Bircə dəqiqə, mən sözümü bitirim. Heç kəsə həyatda borcu yoxdur. Qadının da borcu yoxdur, kişinin də borcu yoxdur. Sən ailədə necə görmüsən, mənə maraqlıdır. Mən ailəmdə, atan ibadət əhlidir bilirəm. Bəli, namaz qılan atam insandır. istəyəndə, anam xəstələnəndə də atam ona çayı da verir. Xəstələnəndə atam ona doğğa da pişirir. O heç də xəstələnəndə hamı eləyir. Yəni, atam mənim heç bir anama deməyib ki, dur mənə çay gətir. Əgər atam deyərsə, xahiş edirəm, mənə bir çay verərsənsə, mənim atam onda əgər o sinirləri yerindədirsə, əsəbi deyilsə, deyə bilər ki, bəli, verəm. Qadın o demək deyil ki, ər gələndə hər gün onun qabağına çay gətirməlidir. Xeyr, bu yanlış bir cümlədir. Yalnız sənin yoldaşın xahiş edərsə, sən əgər başın ağrımırsa, sən əgər özünü yaxşı hiss edirsənsə, hər kəsin öz işi var. Mən bugün, hər gün mən səhər tezdən durub yemək hazırlayası deyiləm. Bir gündə yoldaşım eləməlidir. Yəni, həyat bundan ibarətdir. Biz bugün belə davam edək də, ona görə hal-hazırda bütün demək olar ki, ailələrin 90%-i dağılıb. Çünki hamısı, bax, bunun nəzdində gedir. Xaricilərdəki ailə həyat tərzlərinə baxsaz, biz xaricə təhsilə övlad göndərik, amma xaricə adı gələndə biz özümüzü sanki bu, belə deyək də, mentalitet adı altında gizlətmək istəyirik kimliyimizi. Amma ki, ən doğru seçim qadınla kişinin bir-birinə qulluq etməsidir, bir-birinə bərabərlik olarsa. Bax, indi özünün 33 yaşı var. Məsələn, düşünürsən ki, 25 yaşda bir oğlanla ən çox 25 yaşı olmalıdır. Yəni 20-21 yaşda da istəyirsən olsun, uşaqla ailə qurmaq istəyirsən. Uşaq deyil, 20-25 yaş artıq gənc bir oğlandır mənim. Sənin yaşına görə artıq... Mən çünki deyim ki, mən dünyaya açıq pəncərəmdən mən böyüməmişəm. Psixolojik olaraq da böyüməmişəm, xarici görkəm olaraq da böyüməmişəm. İndi biri də gələr 50 yaşında sənə deyər ki, mən də hələ böyüməmişəm, mənim elə 20 yaşım var. Ola bilər, o da ola bilər. Əgər o insanın xarici görkəmi normaldırsa, o insan məni belə uşaq kimi, necə deyim, həyata yaşatdırırsa, ərlə qadın... Yəni, iki uşaq bir yerdə nə ailə ola bilər? Bircə dəqiqə, mən sizə bir söz deyim. Ailə bilirsiniz nə zaman ailə olursa, siz birlikdə uşaqlaşa bilirsinizsə, siz birlikdə əylənə bilirsinizsə, səni həqiqətən də içindəki uşağı sevindirə bilirsə,
Başa düşürsünüz nə demək istəyirəm? Yoxsa mənim 50 yaşım var, mən əlimi qaldırmayım ki, cəmaət baxar. Orada ailə olmayacaq. O ailədə də yetişən övlad olmayacaq. Bugün mən əgər övladıma qul kimi səni böyütmüşəm, yemək vermişəmsə, sən mənim istədiyimi alacaqsansa, o evdə söhbətdən, o evdə xeyir də yoxdur, dua da yoxdur, bərəkət də yoxdur. Bəli. İnsan övladı böyütmür ki, ona qul olsun, itaət etsin ki, sən mənim dediyimlə evlənməlisən, sən mən dediyimlə oturub durmalısan. Bu artıq birsiz narsizm əlamətləridir. Amma valideyn məsləhəti də olmalıdır. Valideyn məsləhət edə bilər. Valideyn sən həyatını idarə edə ailələrin bilməz. dağılmağına səbəb də elə özümüz tanışlardan, dostlardan görürük. Özü seçdiyi və insana israrla böyük məsləhət görür ki, bu düzgün seçim deyil. Bu sənin ailəni məhvə aparır. Bu seçimin sənin özünü məhvə sürüklüyür. Yanlış seçimin də zaten bəhrəsi ailədən gəlir. Ailədə ata-ananın münasibətlərindən gəlir. Əgər bugün mənim atam hər dəfə anama dur çörək gətir, dur yemək pişir, dur belə elə, bu evi pişirmirsən, evə baxmırsan, beləsən, eləsən deyəcəksə, mən də atam tipində bir insan seçəcəm ki, bu normaldır və onda da ailə dağılacaq. Əlbəttə ki, əgər mən anam, atamın normal münasibətini görsəm, atam anama hər gün çiçəklər alsa, mən də əlbəttə mənə çiçək gətirən kişiyə baxacam ki, bu normaldır, bunu mənim artığın eləməlidir. Çox üzr istəyirəm, mənə görə bu absurd fikirdir, müzakirə edəcəm.